Həyatda çox var, yeni bilikdən çox təsdiqiniz lazımdır sizə ki, biliyiniz düzdür. Təsdiq bəlkə də yeni bilikdən daha vacibdir. Sizə çox vaxt, indi müəllimə gəlirik, sizə o örnək adamın özünə çıxma şansı çox vaxt olmayacaq. Sizə o örnək adamı araşdıran adama çıxmaq da ola bilər. Onun üçün sizin müəlliminiz aşağıdakı xüsusiyyətlərə malik olmalı. İndi ora gəlirəm. Əvvəla həmin müəllim yaxşı olar ki, bu sayədə praktikası olsun. Özü də məşq eləsin. Özü də psixoloq olsun. Təkcə araşdırması yox. İkincisi, yaxşı olar ki, o sizin nə dediyinizi başa düşsün. Mən İspan dili müəllimi tuturdum o vaxt. Görün başlayıb, qrammatika, ağzı belə. Deyirəm, bunu bildiydim. Mən öz planım var. Mənim planım budur ki, dialoqlarını əzbərləyəm. Əzbərlədim, qurtardım. Mən girdim cəmiyyətə də. Maraqlı deyil, indi A1-dir, A5-dir, nəsə. Bunun öz sistemi var. Müəllim məni başa düşmədi. O delivery practice-dən girmədi. Zirvə məşqlərindən girmir artıq. O deməkdir, o müəllim tutmusan sən artıq. Aydındır? Və ya müəllimin digər xüsusiyyəti olmalıdır ki, o sənə səhvlərini deməlidir. Mən sizə bir şey deyim. Bir yerə kimi müəllim sizin səhvinizi deməlidir. Əvvəlində mütləq müəlliminiz olmalıdır. Şübhəli yeyəcəksiniz yoxsa. Əvvəlində bir yerə kimi müəlliminiz olmalıdır. Bir yerdən sonra artıq səhvləri özünüz götürəcəksiniz.